getsək, çox maraqlı bir mövzumuz olacaq. Təkrar satışlar hamımızı maraqlandıran mövzudur. Təşəkkür edirəm Səxavət bəy. Buyurun. Mən Sizə bunu həvalə edim. mütləq. Çox sağ olun. Salam, hörmətli Sat Forum iştirakçıları, dəyərli həmkarlar, hər birinizi xoş gördük. Bilirəm, vaxtımız azdır. Elə birbaşa mövzuya başlayacağam. Ancaq Murad bəydən fərqli olaraq mən sizə bir sual ünvanlayacağam və suala cavab verməyə ehtiyac yoxdur. Mövzunun sonunda təkrar suala qayıdacağam. Bugün bütün reklamlar dayanarsa, sabah neçə müştəri yenə də səndən alar. Yəqin ki, sualı hamı gördü. Mövzunun sonunda suala təkrar qayıdacaq. İndi isə gəlin təkrar satış nədir, buna baxaq. Bir müştəri bir məhsul ala bilər müəyyən səbəblərdən. Ola bilsin ki, bu reklamın təsirindən, endirimdən, hansısa bir tövsiyə və yaxud təsadüf nəticəsində. Əgər müştəri ikinci dəfə bu məhsulu sizdən alırsa, bu artıq təsadüfi deyil, şuurlu bir seçimdir. Məhz biznesdə buna təkrar satış deyirlər. Təkrar satış, müştərinin alternativi olduğu halda yenidə səni seçməsidir. Artıq müştəri səni risk kimi yox, dəyərli və etibarlı tərəfdaş kimi görür. İndi isə gəlin, baxaq görək, təkrar satışı vacib edən əsas səbəblər nədir? Birinci, müştəri davranışındakı dəyişikliklər. Murad bəy bayaq çıxışında bildirdiyi kimi, müştərilərimiz çox seçicidir. Onlar qiymətə həssasdır, dəyəri və təcrübəni ön plana çəkir və müştəri gözləntiləri qarşılanmadıqda nə baş verir? Müştəri rahatlıqla sizi tərk edə bilir. İkinci səbəbimiz isə müştərinin seçim alternativlərinin artması. Bu birbaşa bazarla əlaqədardır. Çünki bazara hər il yeni iştirakçılar daxil olur və nəticədə nə baş verir? Rəqabət mühiti yaradır. Müştərilərimizin end-to-end və digital kanallara çıxışı rahatlaşır, xarici məhsullara çıxış asanlaşır və müştərinin seçim funksionallığı yaradır. Yəni, rahat bir seçim edə bilir. Üçüncü səbəbimiz isə yeni müştəri cəlbinin artan dəyəri birbaşa bizneslə bağlıdır. Hansı ki, bilirsiniz, bu günləri reklam və marketinq xərcləri durmadan artır. Əlavə olaraq müştərimiz seçici olduqdan daha tələbkardır və onları cəlb etmək çətindir. Və buna görə də, əgər biz praktikaya nəzər salsaq görərik ki, yeni müştəri cəlbi təkrar müştəri cəlbindən 5-6 dəfə bahadır. Və sual yaranır, bunun baha olmasının səbəbi nədir? Biz təkrar müştəriyə satış etmək istəsək, bunun satışa çevrilmə ehtimalı 60-70% ətrafında dəyişir. Yeni lidlərdə bu rəqəm 5-20%, soyuq lidlərdə isə 1-3% ətrafındadır. Sual yarana bilər ki, bəs soyuq lidlə yeni lidin fərqi nədir? Ümumiyyətlə, hər ikisi sizin üçün potensial müştəridir. Fərqi ondadır ki, yeni lid dedikdə bu müştəri artıq sizin məhsulunuzu hardasa görüb və məhsulunuz haqqında müəyyən bir məlumatı var. Deyək ki, reklam qabağına çıxdı, hansısa bir billboardda gördü və s. Ancaq soyuq lidlərdə isə müştərinin heç bir məlumatı yoxdur və müştəriyə siz zəng vurub həm öz məhsulunuzu təqdim edirsiniz, həm də ona satış etmək istəyirsiniz. Müştərinin səni təkrar seçməsinə təsir edən əsas amillər hansılardır? Bugün əksər sahibkardan soruşsaq ki, müştəri sizi niyə seçir? Düşünürəm, eyni cavab alacağıq. Ya deyəcəksiniz, məhsulum keyfiyyətlidir, ya da qiymətim ucuzdur. Əslində, satış üçün bunlar vacib ünsürlərdir, ancaq kifayət deyil. Əgər tək səbəb qiymət olsaydı, hər kəs ən ucuz almalıydı. Ancaq bilirsiniz ki, Apple firmasının məhsulları daha bahadır, lakin kifayət qədər alıcısı var. Yox, əgər səbəb kimi göstərsəz ki, məhsul keyfiyyətidir, bu da əsas faktordur, ancaq kifayət deyil. Bu zaman gərək hər kəs eyni yerdən almalıydı. Onda sual yaranır, bəs müştərini geri qaytaran nədir? Biz gündəlik həyatımızda eyni restoran, eyni bərbər, eyni apteka gedirik. Səbəb, çünki bizdə orada diqqət var, hörmət var və özümüzü dəyərli hiss edirik. Biznesdə buna təcrübə deyirlər. Doğrudan da məhsul satmaq asandır, lakin təcrübə yaratmaq çətindir. İndi isə təcrübə yaradan amillərə baxaq. Bu, rahatlıq, etibar və fərdi yanaşma. İstərdim bunların izahını öz təcrübəmdəki yaşadığım bir keyslə sizə izah edeyim. 2017-ci ildir region filiallarının birinə müdür təyin olmuşam. Filial müdürlüyündən gözlənti nədir? Əlbəttə ki, satışı artırmaq. Devalvasiyadan sonra filialın satışı 50-60 say olaraq düşmüşdü istehlak kreditləri. Lakin bir artım trendi yox idi. Filialı təhvil aldım, hər şey qaydasında, direktlər olur, zəngilər bazaya zəng, amma satışda bir artım yoxdur. Səbəbi özümə də maraqlı idi və hər gündə müşahidə edirdim ki, kifayət qədər müştəri borcun bağlanması haqqında arayış dalınca gəlir və arayışı götürüb
qonşuluqdakı bankın, rəqib bankın filialına gedib oradan kredit götürür. Orada da bilirdim ki, kreditin rəsmiləşdirməsi kifayət qədər gəlizdir. Çünki 2018-ci ilin əvvəllərində hələ onlar tam proseslərini avtomatlaşdırmamışdılar. Göndərirdilər baş idarəyə, baş idarə təsdiqləməli idi və bir kreditin rəsmiləşdirilməsi istehlak krediti təxminən 3 gün vaxt aparırdı. Bizdə isə bu proses cəmi 15-20 dəqiqə idi. Əməkdaşlardan səbəbini soruşanda hamısı eyni cavab verirdi ki, bəs bizim qiymətimiz, yəni faizimiz daha bahadır. Məsələn, əməkdaşlardan tələb etdim ki, borcun bağlanması haqqında arayış dalınca gələn bütün müştərilər ilk öncə mənlə görüşəcək. Müştəriləri qəbul etdim, fərdi söhbətlər. Birinci faiz fərqi, yəni effektiv. Satıcıların, bankirlərin yəqin ki, hamısı bilir, effektiv annuitet faiz. Birinci onu izah elədim ki, müştəri axırda nə itirir, siz bunu tez bağlasanız nə baş verəcək və müştəri özü də görürdü ki, aylıq ödənişdə cəmi 6-7 manatlıq bir fərq yaranırdı və müştəri izah etdim ki, siz gedib orada 3 gün gözləyəcəksiniz, amma biz burada sizi bu indi rəsmiləşdiririk. Müştəri tərəddüd edirdi, düzdür, qəbul edirdi ki, yəni çox böyük fərq deyil, amma qərar verməkdə çətinlik çəkirdi. Biraz da müştəri ilə danışdıqdan sonra aydın oldu ki, əslində problem təkcə qiymət deyil, etibardır. Devalvasiyadan sonraki bu dollarda vətəndaşlar çoxlu vəsait itirmişdi deyə və müştərilər hələ də düşünürdü ki, bankın verdiyi kreditlər hansısa ikinci devalvasiya zamanı təzədən faizi qalxa bilər, yaxud da dolları tələb edə bilər. Bu riski də müştərilərə bir-bir müqavilə şərtlərinə izah etdim və birinci müştərini razı saldıqdan sonra artıq növbəti müştərilərin hamısına eyni skript, eyni yanaşma və müştərinin hər birindən xahişimiz o idi ki, bizi öz iş yerlərində, qonşularına, dostlarına, tanışlarına tövsiyə etsinlər və nəticədə filialın satışı növbəti aylarda artıq 300-ün üzərinə qalxmışdı. Və burada biz nəyi müşahidə edirik? Birinci, rahatlıq. Yəni, bu rahatlıq müştərinin vaxtına qənaət etməlidir. Bizdə proses 15-20 dəqiqə olan bir proses, rəqib bankda bir 3 gün vaxt aparırdı. Etibar hansı ki bizim bankımıza olan etibar müştərilərdə etmişdi. Biz bu etibarı bərpa etdik. Fərdi yanaşma isə hər bir müştəri ilə fərdi söhbət, ehtiyacları və istədikləri məbləğə uyğun olaraq kredit rəsmiləşdirdik. İndi isə şirkətlərin təkrar satışla bağlı olan boşluqlarına baxaq. Bu birinci boşluq satışdan sonra səssizlik. Ümumiyyətlə satış prosesi necə olur? Müştəri yaxınlaşır, müqavilə bağlanır, pul ödənildi və satış bitir. Bir də müştəri nə vaxt xatırlanır? Yeniləmə vaxtına hansısa bir 10 gün, 5 gün qalmış müştərini yığırıq və bir də baxırıq ki, artıq müştəri bizi tərk edir. Əslində elə satış prosesində, satışdan sonra hal-hazırda bunu banklar, sığorta və iri şirkətlər istifadə edir. Mütləq şəkildə müştəridən xidmət keyfiyyəti ölçülməlidir. İkinci səbəbimiz, müştəri bazası düzgün segmentləşdirilmir. Baxın, bütün şirkətlərin əksəriyyəti müştərilərə eyni gözlə baxır. Eyni toplu mesajlar, eyni reklamlar göndərilir və nəticədə bu müştərini bezdirir. Amma biz bilirik ki, müştərilərin ehtiyacları və gözləntiləri fərqlidir. Mütləq şəkildə bu qarşılanmalıdır və reklam göndəriləndə nəzərə alınmalıdır. Digər isə şikayətin zəif idarə edilməsi. Bəzi şirkətlər var ki, müştəri şikayət edəndə bunu artıq problem kimi görür. Ancaq əsaslı müştəri şikayəti müştərinin şirkətə verdiyi ikinci şansdır. Əgər şirkət bunu düzgün idarə edərsə və problemi kökündən həll edərsə, artıq müştərini itirmir, onu geri qaytarır. Dördüncü problem isə təkrar satış sistemlə deyil, endirim üzərindən qurulması. Bu, düşünürəm ki, bir çox şirkətlərdə bundan istifadə olunur. Deyək ki, ayın axırıdır, hədəfə çatılmır. Nə baş verir? Endirim kampanyaları. Bunun sonu qısa dövr üçün əla alətdir, çünki müştəri gətirir. Amma uzun müddətli dövrə baxdıqda marja aşağı düşür, müştərinin ancaq qiymətə fokusu olur və növbəti yenilənmə dövründə siz müştəriyə hansısa bir endirim etməsəz, artıq müştəri sizi tərk edir. Çünki müştərinin sadiqliyini yaratmamışsınız. Və nəticə etibarla biz buna baxsaq ki, bunun kökündə nə dayanır? Şirkətlərin əksəriyyəti satışı proses kimi görür, lakin sistem kimi qurmurlar. Və sistem kimi qurmaq üçün bizə nə lazımdır? Əlbəttə ki, alətlər. Bu, Mansur bəy CRM haqqında danışmışdı. Qısa məlumat verim ki, əgər CRM-də növbəti addım qeyd olunmayıbsa, mütləq şəkildə bu müştəri itirilməyə namizəddir. Yəni, mütləq növbəti addım qeyd olunmalıdır. WhatsApp, e-mail, zəng bu birbaşa şəxsi əlaqə üçündür. Üçüncü alətimiz supportdur, hansı ki, müştəri müraciətləri, şikayətləri düzgün həll olunmalı və müştəridə etibar yaratmalıyıq. Əgər nə qədər ki, müştəri məmnuniyyəti yuxarı olarsa, müştərinin təkrar sizdən alış etməsi bir o qədər yuxarı olacaq. Dördüncü, analitika
biznesdə belə bir deyim var, ötmədiyimiz bir şeyi idarə edə bilmərik. Mütləq baxmalıyıq ki, kimlər getdi, kimlər qaldı. İndi isə sizə ən əsas modelimizdən danışacağıq, çörün proqnoz modeli. Bu modelin məqsədi müəyyən bir zaman aralığında müştərinin sizdən təkrar alış etməmə ehtimalını göstərən bir modeldir. Məqsəd burada proqnoz deyil, məqsəd vaxtında müdaxilədir. Əgər biz müştərilərimizi hansısa bir risk qrupları üzrə qruplaşdırsaq portfeldə, birinci nə baş verir? Müştəri bizdən məhsul alırsa, bu artıq aktiv müştəridir və müəyyən bir zamandan sonra baxırıq ki, müştəri səssizləşib, artıq müştəri risk altına düşən bir müştəri statusu alınmalıdır və çox vaxt bu hissədə müdaxilə olmayanda müştəri itirilmiş müştəri statusuna düşür və 4-5 aydan sonra rəhbərlik baxır, hansısa bir satış hədəfinə çatmaq lazımdır. İtmiş müştərilərini geri qaytarmaqdan ötürü hansısa bir kampaniyalar, xüsusi yanaşmalar tətbiq olunur və müştəri geri qaytarılır. Əslində elə ən böyük boşluq bu hissədə formalaşır. Normalda şirkətlər prosesə müdaxilə etməlidir. Müştərinin statusu risk altına düşən zaman bura vaxtında müdaxilə olmalıdır. Bəs müştəri risk statusunu qazandığını hardan biləcəyik? Müştəri biznesdə belə bir deyim var. Bəzən satıcılar deyir ki, müştəri birdən-birə getdi. Əslində heç vaxt müştəri birdən-birə sizi tərk etmir. O sizə müəyyən siqnallar ötürür. Bəzən günlərlə, həftələrlə, aylarla. Əgər vaxtında bu siqnallar müəyyən olunsa və buna uyğun da siz prosesinizə müdaxilə edə bilərsiniz. Bu hansı siqnallardır? Davranış siqnalları. Deyək ki, bir platformanız var, istifadəçi sayında azalma var, aktiv müştəriniz səssizləşib, yaxud əlaqə siqnallarıdır ki, sizin supportla zəng sayı artıb, şikayətlər emosionallaşıb, maliyyə siqnalları ola bilər ki, misal üçün, deyək ki, yeniləmə vaxtında müştəri tərəddüd edir, ödənişlərini gecikdirir və ya emosional siqnallardır ki, bu NPS sat aşağı düşür, dəyər artıq göz ardı olunur. Bu zaman siz bu siqnallar əsasında müəyyən risk qrupları formalaşdırırsınız və müştərilərinizi risk qrupları üzrə hansı ki 0-dan 100-ə qədər bir xallar verib, aşağı, orta, yuxarı risk qruplarını təyin etdikdən sonra müştəri prosesinə müdaxilə etməlisiniz. Risk qruplarına uyğun olaraq portfelimizi segmentləşdiririk. Segmentləşdirdikdən sonra hər bir müştəriyə fərdi təklif edirik. Bu modeli tətbiq etdikdə artıq satış prosesi instinktdən yox, dataya əsaslanır. Yəni, əməkdaşlarımız reaktiv modeldən proaktiv modelə keçir. Reaktivdə, yəni ənənəvi modeldə necə idi? Müqavilə vaxtı çatırdı, müştəriyə zəng olunurdu və gözlənilməz çörüm baş verirdi. Amma indiki modeldə nə baş verəcək? Hansısa müştəri səssizləşən kimi proses, sistem özü müştərini sizə göstərəcək, vaxtında prosesə müdaxilə edəcəksiniz, danışıqlar aparılacaq, müştəri ehtiyacları qarşılandıqdan sonra gözlənilməz çöründən yayınacaqsınız. Ümumiyyətlə bildirim ki, çörüm modeli bir canlı sistemdir. O hər rüb yenilənməlidir, səbəblərinə baxılmalıdır və ona uyğun olaraq testlər edilməlidir. İndi isə qaydaq mövzunun əvvəlində verdiyim suala, bugün bütün reklamlar dayanarsa, sabah neçə müştəri yenə də səndən alar. Əslində bu sualın cavabı sizin real biznesinizin dəyəridir. Yox, əgər bu sualın cavabı hələ də sizdə yoxdursa, bu zaman deyək, təkrar satışla bağlı olan proseslərə mütləq şəkildə nəzər yetirməlisiniz və onun xəritəsini hazırlamalısınız. Təşəkkür edirəm. Yəqin ki, vaxta çatdıq. 20 dəqiqə. Buyurun. Təşəkkür edirəm. Çox sağ olun, minnətdarım Səxavət bəy. Amma bir sualım olacaq. Bu çörüm modeli haqqında danışdınız, mənim çox marağım, hətta gözümü belə slaytdan çökə bilmədim. Kiçik və yaxud da orta bizneslərdə bu modellərdən istifadə hər zaman alınmır. Yaxşı, biz satıcı olaraq müştərinin bizə ötürdüyü siqnallara necə çevik reaksiya verə bilərik, əgər bu modelimiz yoxdursa? Ümumiyyətlə, təkrar satışda və ya çörüm modelində biz bazara yox, öz müştərilərimizə baxmalıyıq. Əgər kifayət qədər müştəri bazamız formalaşıbsa, biz artıq ya CRM-i qurmalıyıq, deyək ki, CRM yoxdursa, istiqamətlər ola bilər ki, satış komandası, maliyyə, support, çünki bayaq qeyd etdiyimiz kimi hər bir tərəfdən müəyyən siqnallar daxil olur. Vaxtında biz bunlarla bir komanda şəklində işləyəndə siqnallar vaxtında alınarsa və vaxtında prosesə müdaxilə və satışı saxlaya bilərik. Oldu, təşəkkür edirəm, çox sağ olun. Buyurun.